Hər vaxtınız xeyir. Gəlin bir anlıq düşünək. Karyeranızda növbəti addım nə olacaq? Heç fikirləşmisiniz? Bilirsinizmi, bu sürətlə dəyişən iş dünyasında deyərdim ki, yerində saymaq artıq mümkün deyil. Aktual qalmaq, irəliləmək, bu hamımız üçün çox vacibdir. Elə bugün gəlin peşəkar inkişafın o sirli pərdəsini aralayaq. Görək, karyeranızın sükanı arxasına tam olaraq necə keçə bilərsiniz? Bax, bu sual biraz narahat edicidir, düzdür? Amma gəlin səmimi olaq, hamımızın ağlından keçir. Texnologiyalar, bazarın özü, hər şey elə sürətlə dəyişir ki, mənim karyeram gələcəyə hazırdırmı? Sualı artıq sadəcə bir fikir deyil. Yox, bu sağ qalmaq məsələsidir. Karyeranız üçün həyati bir zərurətdir. Gəlin elə bugün bu sualın cavabını tapmaq üçün birlikdə ilk addımlar ataq. Yaxşı, gəlin başlayaq. İlk olaraq gəlin bir reallığa baxaq. Biz artıq, necə deyərlər, qaydaları əvvəlcədən bəlli olan bir oyunda deyilik. Qətiyyən, müasir iş dünyası dayanmadan hərəkət tələb edir. Yəni, bir anlıq dayandınsa, deməli artıq geri qalırsan. Bəs bu bizi sıxan, bu hərəkəti tələb edən dəyişikliklər nədir? Baxın bu siyahıya. Çox güman ki, bu bəndlərin çoxu sizə də tanış gəlir, elə deyilmi? Şirkətlərdə o iyerarxiya pillələri azalır, amma bizim çiynimizdəki məsuliyyət o artır. Nə deməkdir bu? Yəni artıq heç kim gəlib bizə deməyəcək ki, narahat olma, növbəti 5 ildə sənin planın budur, o dövr bitdi. İndi öz karyera gəmimizin kapitanı bizik. Və bu fırtınalı dənizdə batmamaq üçün də yeni bacarıqlar, yeni avadanlıqlar lazımdır. Yaxşı, bəs bütün bu təzyiqlərə, bu yeni reallığa necə cavab verək? Həll yolu sadəcə gedin 1-2 dənə təlimə yazılım demək deyil. Yox, bu artıq köhnə yanaşmadır. İşləmir. Yeni yanaşma isə əslində düşüncə tərzimizi tamamilə dəyişməyi tələb edir. Biz o qısa müddətli təlim anlayışından daha geniş, daha uzun müddətli inkişaf anlayışına keçməliyik. Gəlin görək bu ikisi arasında nə fərq var. Bu cədvəl fərqi əslində çox aydın göstərir. Baxın, təlim nədir? Təlim sanki qısa məsafəyə qaçışdır. Məqsəd bəllidir, məsələn, yeni bir proqramı öyrənmək. Vəssalam. Amma peşəkar inkişaf, o bir marafondur. Bütün karyera yolunuzu əhatə edir. Bunun içinə təlimlər də girir, mentorla işləməkdə, yeni layihələr götürməkdə, hətta, bəli, elədiyiniz səhvlərdən öyrənməkdə. Yəni, bu dayanmayan, fasiləsiz bir səyahətdir. Okey, əla. Bu marafonu qaçacaq, amma əlimizdə bir xəritə, bir kompas olmalıdır, elə deyilmi? Yəni, hardan başlayım, hansı tərəfə gedim? Bax, bu sualların cavabı üçün insan resursları sahəsində çox güclü bir alət var. Özünü qiymətləndirmə anketləri. Bəli, anketlər. Bu şəxsiyyət anketləri, bilirsiniz, sanki bizim peşəkar kimliyimizə tutulan bir güzgüdür. Məsələn, stres altında olanda necə reaksiya veririk? Daha çox komanda oyunçusuyuq, yoxsa tək başına canavar kimi işləməyi sevirik? Bax, bu anketlər məhz bu kimi suallara cavab tapmağa kömək edir. Nəticədə də biz öz güclü və, bəli, zəif tərəflərimizi daha yaxşı anlayırıq. Bu şəkil əslində hər şeyi deyir. Sanki özümüzü müxtəlif alətlərlə ölçürük. Amma burada çox vacib bir məqam var. Gəlin bunu unutmayaq. Məqsəd özümüzə yaxşı ya da pis qiyməti vermək deyil. Əsla. Məqsəd sadəcə özümüzü anlamaqdır. Burada düzgün və ya səhv cavab yoxdur. Sadəcə siz varsınız. Sizin unikal iş tərziniz var. Deməli, şəxsiyyət anketi bizim özümüzə tutduğumuz güzgü idisə, onda 360 dərəcə əks əlaqə nədir? Bu, bizi başqalarının gözü ilə görmək üçün bir pəncərədir və inanın, bu mənzərəni tamamilə dəyişə bilər. Görəsən, rəhbəriniz sizi necə görür? Bəs həmkarlarınız, hətta tabeliyinizdəki insanlar, onlar sizin davranışlarınızı necə qəbul edir? Bax, bu metod bizim özümüzün görmədiyimiz o kör nöqtələri tapmaq üçün ən güclü vasitələrdən biridir. Və indi gəldik bütün bu işin ən həssas, ən vacib nöqtəsinə. Yaxşı, əlimizdə həm öz qiymətləndirməmiz var, həm də başqalarından gələn rəylər. Bir yığın məlumat. Bəs analizi hardan başlayaq? Birbaşa başqalarının dediklərinə mi girişək, yoxsa? Cavab çox bəsitdir, amma bir o qədər də vacib. Hər şey sizdən başlamalıdır. Bax, bunu unutmayın. Başqalarının rəylərini kör-körana qəbul etməzdən əvvəl mütləq prosesə öz pəncərənizdən, öz baxışınızdan başlamalısınız. Niyə? Çünki bu məlumatlar sizin üçündür. O hadisələrin kontekstini, o situasiyaları ən yaxşı siz bilirsiniz. Məhz bu yanaşma sizi kənardan rəy gözləyən passiv bir insandan öz inkişafının sükanı arxasında oturan aktiv bir iştirakçıya çevirir. Bu suallar var ha, bunlar sizin detektiv lupanız kimidir. Təsəvvür edin, kimsə yazıb ki, çox yaxşı ünsiyyət qurur. Dayanın, düşünün. Bunu hansı hadisəyə əsasən deyə bilər? Konkret olaraq nəyi nəzərdə tutur? Və ya əksinə, bir tənqid var. Onun kökündə nə dayana bilər? Bax, bu suallarla siz sadəcə rəyləri oxumuş olmursunuz.
Siz onları, necə deyərlər, yararaq dərindən analiz edirsiniz. Deməli, gəlin bütün bu səyahəti bu 4 sadə addımda ümumiləşdirək. 1. Məlumatları toplayırsınız. Anketlər, testlər. 2. Keçmişə və rəylərə baxıb təhlil edirsiniz, amma öz prizmanızdan. 3. Konkret olaraq hansı güclü tərəflərinizdən daha çox istifadə edə biləcəyinizi və hansı zəif tərəfləri inkişaf etdirməli olduğunuzu müəyyənləşdirirsiniz. Və 4. Ən vacibi. Bütün bunları sadəcə kağız üzərində saxlamayıb, konkret bir fəaliyyət planına çevirirsiniz. Unutmayın, məqsəd özümüz haqqında qalın bir hesabat yazmaq deyil. Məqsəd sabah daha yaxşı olmaq üçün bugün konkret bir addım atmaqdır. Yaxşı, bütün bunları etdik. Amma bir dəqiqə son bir addım qalıb. Bütün bu zəhmətin, bu analizin bir mənası oldu mu? Prosesin özü ümumiyyətlə işə yaradı mı? Bu da çox vacib sualdır. Gəlin görək, bunun dəyərini necə ölçmək olar? Bilirsiniz, bu son addım olmasa bütün proses yarımçıq qalar. Təsəvvür edin, saatlarla bir maşını təmir edirsiniz, amma sonda açarı taxıb işə salıb yoxlamırsınız. Mənasızdır, elə deyilmi? İnkişaf prosesi də eyni ilə belədir. Sonda yoxlamalıyıq ki, bu proses həm şəxsən mənə, həm də işlədiyim təşkilata real bir fayda verdi ya yox. Baxın, məsələn, iştirakçılardan soruşulan bu cür sadə bir sual. Anketdəki suallar mənim gündəlik işimlə nə qədər əlaqəli idi? Bu rəy qızıldan da dəyərlidir. Niyə? Çünki bu təşkilatlara kömək edir ki, öz inkişaf alətlərini daha da yaxşılaşdırsınlar. Beləcə gələcəkdə bu proses hər kəs üçün daha faydalı olar. Beləliklə, gəlin hər şeyi toparlayaq. Əsas nəticə nədir? Odur ki, peşəkar inkişaf bir dəfə edib bitirdiyim bir şey deyil. Onun bir finiş xətti yoxdur. Bu, heç vaxt dayanmayan bir dövrədir. Özünü qiymətləndir, analiz elə, hərəkətə keç və nəticəni dəyərləndir. Və sonra yenidən başa qayıt. Və sonda, bu sual birbaşa sizədir. Bütün bu danışdıqlarımızdan sonra sizin peşəkar inkişafınızda atacağınız o ilk o növbəti addım nə olacaq? Bəlkə sadəcə oturub güclü tərəflərinizin bir siyasını tutmaq və ya bəlkə də cəsarət edib güvənliyiniz bir həmkarınızdan səmimi rəy istəmək. Nə olursa olsun unutmayın, ən uzun səyahətlər belə tək bir addımdan başlayır. Bəs sizin növbəti addımınız nə olacaq?